Böbrək kistaları haqqında qısa məlumat. Böbrək kistaları çox vaxt xəstəyə hər hansı bir şikayət vermədən başqa bir səbəblə həkimə müraciət zamanı ultrasəs müayinədə, kompüter tomoqrafiya və ya MRT-də rastlanan urolojik bir problemdir. Böbrək kistalarının %95-i xoşxassəli olub, xəstə üçün heç bir qorxulu bir hal təşkil eləmir. Sadəcə burada önəmli olan böbrək kistasının xoşxassəli olsa belə kistanın ölçüsüdür. Çox vaxt 3 sm-ə qədər kistalar heç bir şikayət vermir və heç bir əlavə müalicəyə və ya müdaxiləyə ehtiyac duyulmur. Amma 3-6 sm-li arası olan kistalar mütləq ildə bir dəfə ultrasəs müayinə ilə takib edilməli. Kistanın ölçüsünün artıb-artmadığı yoxlanılmalıdır. 6 sm-dən yuxarı olan kistalar böbrək damarlarına və ya böbrək əzələlərinə, böbreyin dışındakı əzələlərə təzyiq edərək arterial hipertenziya, yəni təzyiq xəstəliyi və ya davamlı, şiddətli həyat keyfiyyətini pozan bir ağrıya səbəb ola bilər. Bu halda isə biz çox vaxt ya perkutan üsul dediyimiz incə bir iynə ilə dəridən keçərək kista boşaltılır, içi dərmanla yuyulub, kistanın bir daha əmələ gəlməsinin qarşısı maksimal alınmağa çalışılır və ya bu mümkün olmadıqda, yəni kistanın yerinə görə həkim bəzən laparoskopik yöntəm dediyimiz 3 dənə 1 sm-lik dəlikdən kamera vasitəsilə qarın içinə girilir, kista təsbit edilib, boşaltılır və kistanın divarı çıxartılır. Burada da yenə böbrək kistasının təkrarlama ehtimalı %95-99%-ə qədər olmuş. Bugünlük bu qədər. Bir sonraki videolarda yenə böbrək kistalarının bədxassəli önü proseslərlə əlaqəsi və bədxassəli böbrək kistaları haqqında qısa bir məlumat verəcəyəm.